Salam dəyərli izləyicilər. Məştağadan Buzovnuya gedən yolda Ayda Parkın, Sokarından üzbüz Ayda Parkın yaxınlığında yerləşən bir ərazidə bir həyətdə 2 ev var. Oranın çəkilişinə gəlmiş. Torpağın sotu, bəli, 7 sot yarımda tikilibdir. Bir dənəsi remontludur, 5 otaqlı ev remontludur. O bir neçə otaq idi? 4 otaq bir mətbəx. Hörmətli müştərilər, burada torpağın elə qiyməti 20 min. Mikrofon yoxdur, canımız zəif çıxacaq səs. Yaxşı qoy. Keçək bu remontlu evin təqdimatına. Gözəl xeyr. Bəli, girən kimi bizi bir dənə belə bir zal qarşılayır. Kombi xəttlərinə kimi çəkilibdir. Bəli, evdə Yox, kombisinə kimi var. Kombi sistemidir. Buradan da keçirib bir dənə də belə bir zal eyni. Ara kəsməndən kimi qoşadaşdır. Ev qurqava cütdaşdır ara kəsməsinə kimi. 5 otaq bir mətbəxdən ibarətdir. Orada qapısı da var dəyərli izləyicilər, bu şifanerin arxasında. Amma oranı bağlayıblar da, o tərəfdən də girmək olur. Normalda ev 5 otaqlı ev. Oranı onda qeyd edim ki, orada belə remontludur. O bir 2 otaq. Şifaner zadı çəkməyək. Çöl tərəfdən də ora giriş var. Bir dənə də otaq burada var belə. Mətbəxdən keçirsən. Bu birinci evimiz 18-in 10-adır. Bəli. 5 otaq bir mətbəxdən ibarətdir. Harda da Ayda Parkın yaxınlığında Sokar zapravkasının arxasında 150-200 metr məsafədə. Kurqavoy terasdır. Domofonuna kimi var. Qazın, işığın, suyun şotiki var. Yer olaraq qəşəng yerdədir. Burada torpağın sotu 20 mindən başlayır. Bəli, keçid alaq o biri evdə sizə təqdim edeyim. O biri evin girişindəki yer buradır. Yəni o 2 otaqlı sokaq. Həyətdə belə özü üçün qardaş park fason şeylər də eləyibdir. Burada teraslı belə. Burada terasıdır. Hər tərəf villadır. Bəli, keçid alırıq bura. Bu evin də hər tərəfinə giriş çıxış var. Ətrafdan fırlatmaq olur. Deməli burada 1-2 dənə yekə otaq var. 5-in 4-ə 5-i olar. Burada bir dənə detisko otaq var. Burada da mətbəx sanuzel oradadır. Mətbəx sanuzel. Ev burada Kurqavoy qoşadaşdır. Yox. 2 tərəf qoşadaş, 2 tərəf təkdaş. Belə. 2 tərəf qoşadaş, 2 tərəf təkdaşdır. Çorlu qapına kimi vurulubdur. Belə burada da istəyən bir dənə də ev tikə bilər. Çox geniş həyət var. Hər tərəf villadır, yaşayışlıdır. Bəli, dəyərli izləyicilər. Ayda Parkın yaxınlığındadır. Yer olaraq qəşəng yerdədir. Qiyməti 110 min manat. 7 sot yarımda. Təbii ki, yerində gəlib danışılarsa, qardaş deyib yaxşı endirim eləyəcək.